Bizə Euler-Venn diaqramı verib və uyğun gələn bəndlərini soruşur. Burada benzol və etil benzol haqqında soruşur. Benzolumuz C6H6'dır. Bir də etil benzol verib bizə CH2CH3. Kumolun homologudur. Kumol hər ikisinə aiddir. Yəni 1, 3'ə aiddir. Çünki ikisi də CnH2-nin çıxılsın alt ünlü formuluna uyğun gəlir. Sonra molekulunda sp3 hibrid vəziyyətində orbital yoxdur deyir. sp3 hibrid yoxdur deyir. Bu benzola aid. Çünki burada 2 dənə sp3 vəziyyətində karbonu var. 2 getdi birinciyə. Molekulunda 6 ədəd ikili karbon atomu var. Burada baxaq. Benzolda 6'sı da ikilidir. Gəldik etil benzola. 1, 2, 3, 4, 5, 6. Yəni burada 8 dənə karbonu var. Onun biri ikilidir. Bu da üçlüdür. O da yine ortaya gedəcək. 3 ortaya olacaq. Yəni 3'ə. Dehidrogenlər sitrol alınır. Bu da etil benzol azı. 4'də 2'ye olacaq. Cavabımız olacaq D variantı.